Salam, hər vaxtınız xeyir olsun. Bugün milli mətbəximizdən sulu xəngəl və ya qaş xəngəli resepti paylaşacağım. Onun üzərinə əvvəlcə duz, sonra 2 yumurta və lazımı qədər su əlavə edirəm. Bərk xəmir yoğururam. Hər 500 qram una 1 yumurta gedir. Onu deyim ki, bu belə bir qanundur. Gördüyünüz kimi bərk halda xəmiri yoğurdum. Bir 10 dəqiqə gözləyirəm ki, dincəlsin. Daha sonra başlayıram xəmiri əvvəlcə kündələyib, sonra isə bu şəkildə yaymağa. Video uzun olmasın deyən ki, necə kündələdiyimi göstərmirəm və bir dənə kündəni götürürəm. Sadəcə necə yaydığımı, qalınlığını, sizə necə kəsdiyimi göstərirəm ki, bu şəkildə olmalıdır. Xəmiri yayanda mütləq ununu çox əlavə etmək lazımdır kəsməmişdən əvvəl ki, həmin kəsdiyimiz xəmirlər bir-birinə yapışmasın. Bir də ki, yeməyə həmişə mən qaş xəngəlidə olsun, ərişdə də olsun, mütləq xəmiri unlu vəziyyətdə əlavə edirəm. Onda yeməyin suyu duru olmur, qəşəng həlim formasında olur və dadlı da olur. Bu şəkildə əvvəlcə eninə, daha sonra isə yenə də kvadrat şəklində kəsirəm. Bu yeməyin adını müxtəlif şəkildə deyirlər. Biz yaşadığımız rayonda qaş xəngəl deyirik. Başqa rayonlarda eşitdiyimə görə sulu xəngəl adlandırırlar. Hər ikisi də bizim milli mətbəximizin yeməyidir. Kim necə deyirsə desin, çox dadlı bir yeməkdir. Qışın əsl yeməyidir. Hamı qışda bunu istifadə edir. Gördüyünüz kimi indi isə bu şəkildə kvadrat şəklində bölürəm və hamısını bölüb qurtardıqdan sonra hardasa ən azı yarım saat gözləmək lazımdır ki, biraz xəmir bərkisin. Mən xəmirin hamısını kəsirəm və bir gün saxlayıram. Bir gündən sonra səhərsi günü qaş xəngəlini bişirirəm. Burada gördüyünüz kimi artıq sərmişəm və quruduram. Daha sonra artıq yeməyi hazırlamağa başlayıram. Soğanı qovururam. Soğan qovurulduqdan sonra üzərinə duz əlavə edirəm. Daha sonra tomat, bir xörək qaşığı, bir də yarım tomat əlavə edirəm. Qaş xəngəliyə mütləq tomat əlavə edin. İnanın ki, çox dadlı olur, turşməcə dad verir və qaş xəngəli dadlı olur onda. Tomat da əlavə etdikdən sonra əvvəlcədən qaynatdığım toyuğun sinə ətini xırda şəkildə, bu şəkildə doğramışam və qaynatmışam, onu əlavə edirəm. Bir də toyuğun qaynatdığım suyundan biraz əlavə edirəm. Onu da qeyd edim ki, suyu burada isti şəkildədir. Həmişə soğançaya suyu isti şəkildə əvvəlcə əlavə edin. Daha sonra lazımı qədər soyuq şəkildə əlavə edirəm. Suyu gözləyirəm, qaynayır. Qaynadıqdan sonra isə kəsdiyim qaş xəngəlini bura əlavə edirəm. Və qaş xəngəlli xəmirinin yumşalmasını, bişməsini gözləyirəm. Yumşalıb bişdikdən sonra bura mən xırda şəkildə doğradığım kişnişi əlavə edirəm. Kişniş çox gözəl dad verir qaş xəngəliyə. Yenə də hardasa bir 2-3 dəqiqə gözləyirəm. Kişnişin biraz tamı çıxır yeməyə və artıq demək olar ki, qaş xəngəli yeməyimiz hazırdır. İnanın, çox dadlı olur. Mütləq bu üsulla istifadə edin. Və bir də qaş xəngəli yeməyini stola verdikdə mən necə edirəm, onu sizlərə göstərim. Demək, əvvəlcə bir dilim limonu sıxıram. Limon mütləq sıxın. İnanın, o qədər ləzzətli olur ki, bu yemək. Daha sonra biraz kişniş əlavə edirəm yenə. Ardından bir diş sarımsağı, sarımsaq əzən vasitəsilə əzib üzərinə əlavə edirəm və ən sonda isə ya qatıq ya da smetandan istifadə edə bilərsiniz. Mən burada smetandan istifadə etmişəm və artıq demək olar ki, hazırdır. Qarışdırırıq yeməyi və nuş eləmək olar. İnanın, çox ləzzətli olur. Bu şəkildə edin və dadını görün. Daha sonra rəylərdə yazarsınız necə alındı və xoşunuza gəldimi bu resept. İzlədiyinizə görə təşəkkür edirəm. Mütləq hazırlayın.